İkinci fəsil. 3 gün sonra mayor yatdığı yerdə sakitcə canını tapşırdı. Cəsədini bostanın aşağısında dəfn etdilər. Bu martın əvvəlində olmuşdu. Sonrakı 3 ay ərzində gizli fəaliyyət xeyli genişləndi. Mayorun nitqi fermanın ağlı başında olan sakinlərinin əksəriyyətini həyata yeni nəzərlərlə baxmağa vadar etmişdi. Onlar mayorun müjdə verdiyi üsyanın nə zaman başlayacağını bilmirdilər. Heç biri bu hadisənin sağlıqlarında baş verəcəyini düşünmürdü və yaxud da ciddi əsas görmürdü. Lakin üsyan onların hazırlamalı olduğu bir proses idi və bunu yaxşı başa düşürdülər. Ferma sakinləri arasında təşkilatçılıq və maarifçilik işlərinin aparılması əqli qabiliyyətləri bütün heyvanlar tərəfindən yekdiliklə qəbul olunan donuzların üzərinə düşmüşdü. Onlar arasında 2 cavan donuz, Mr. Jones'un ətliyə vermək üçün bəslədiyi Snowball və Napoleon. Bunlar xüsusilə fərqlənirdi. Napoleon ətli canlı, ilk baxışdan hətta bir qədər qəddar görünüşlü Berkshire donuzu idi. O fermada yeganə Berkshire'li sayılırdı. Çox danışmaqla arası yoxdu. Ancaq ağlı başında olan və işini bilən donuz nüfuzu qazanmışdı. Snowball isə xarakterinin canlılığı, alovlu natiqliyi və çətin vəziyyətlərdən çıxış yolu tapması ilə seçilirdi. Lakin Napoleonla müqayisədə xarakterinin dərinliyi çatışmırdı. Fermadakı qalan erkək donuzlar hələ az yaşlı idilər. Onların arasında Çığırğan adlı balaca Gömbul çuşqa daha çox tanınırdı. Çığırğan yumru yanaqları, daim qaynayan kiçik gözləri, cəld hərəkətləri və zil səsi ilə taytuşlarından fərqlənirdi. O gözəl natiq idi. Hər hansısa çətin məsələnin müzakirəsi zamanı sürətlə bir küncdən o biri küncə addımlayır. Aramsız titrəyən quyruğunun hərəkəti ilə sözlərinə xüsusi inandırıcılıq verirdi. Deyirdilər ki, Çığırğanın əlində qaranı ağa çevirmək heç nədir. Bu 3 nəfər qoca mayorun fikirlərini animalizm adlandırdıqları ardıcıl baxışlar sisteminə çevirdilər. Həftədə bir dəfə, gecə Mr. Jones yatandan sonra onlar ambarda gizli toplantılar keçirir və heyvanlara animalizm prinsiplərini izah edirdilər. Doğrudur. İlk vaxtlar ferma sakinlərinin kütlüyü və laqeydliyi ilə qarşılaşırdılar. Bəziləri hələ də sahibimiz dedikləri Mr. Jones'a loyal münasibətin zəruriliyindən danışır və bu zaman Mr. Jones bizi saxlayır. O olmasa acından ölərək kimi səfeh sözlər söyləyirdilər. Digərləri də soruşurdular ki, niyə biz öləndən sonra baş verəcək dəyişikliklərə görə indidən əziyyət çəkməliyik və yaxud əgər üsyan mütləq olacaqsa, onda çalışıb-çalışmamamızın nə fərqi var? Bu düşüncələrin animalizmin ruhu ilə bir araya sığmadığını izah etmək üçün donuzlar xeyli əziyyət çəkməli oldular. Heyvanların içərisindən ən axmaq sualı isə ağmadyan Molly verdi. Üsyandan sonra qənd olacaqmı? Onun Snowball'a verdiyi ilk sual idi. Yox, deyə Snowball qətiyyətlə dilləndi. Biz fermada şəkər istehsal etmək fikrində deyilik. Bir də şəkərsiz də keçinə bilərsən. Ürəyin istəyən qədər ot və yulaf olacaq. Bəs mənə yalıma lent bağlayıb gəzməyə icazə veriləcək, deyə sakitləşmək bilməyən Molly'nin ikinci sualı verildi. Yoldaş, Snowball üzünü ona çevirdi. Ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı sən azadlığını belə alabiləcək lentlərdən daha qiymətli olduğunun fərqində deyilsən? Molly onun fikri ilə razılaşdığını bildirdi, lakin səsi o qədər də inandırıcı çıxmadı. Əhilləşdirilmiş qarğanın Mosesin yaydığı yalanların təkbizi donuzları daha çox əziyyət bahasına başa gəlirdi. Mr. Jones'un sevimlisi Moses boşboğaz və qeybət düşkünü kimi tanınırdı. Amma ağıllı danışmağı bacarırdı. O, Noğul Dağı adlı möcüzəli ölkənin yerini bildiyini iddia edirdi. Güya öləndən sonra bütün heyvanlar bu dünyaya yollanacaqlar. Bu ölkə səmanın yüksək qatında, buludların çox-çox yuxarısında yerləşirmiş. Mosesin dediyinə görə Noğul Dağında həftənin 7 günü bazar günü imiş. Bütün mövsümlərdə hər yerdə xoş ətirli yonca bitirmiş. Kollarda isə kəllə qənd və jımıq kökələri sallanırmış. Heyvanlar əlini ağdan qaraya vurmayan, gününü nağıl danışmaqla keçirən Mosesi sevmirdilər. Ancaq Noğul Dağı haqqında deyilənlər həqiqət kimi qəbul edənlər də tapılmışdı. Belələri Noğul Dağı adlı yerin olmadığına inandırmaq üçün donuzlar xeyli əziyyət çəkməli oldular.
İki qoşqu atı, Boxer ilə Clover, donuzların ən sədaqətli davamçıları idilər. Düzdür, özləri hansısa məsələ haqqında sərbəst fikir söyləməyə çətinlik çəkirdilər. Lakin donuzları ilk gündən rəhbər kimi qəbul edən Clover ilə Boxer onların dediklərini sinələrinə yığır, sonra isə tələsmədən sadə, anlaşıqlı tərzdə digər heyvanlara başa salırdılar. Onlar ambardakı gizli toplantının birində buraxmır, həmişə belə görüşlərin sonunda ifa olunan İngiltərə heyvanları mahnısını hamıdan uca səslə oxuyurdular. Üsyan hər kəsin güman etdiyindən daha tez və asanlıqla baş verdi. Xasiyyəti ağır olsa da, Mr. Jones bir vaxtlar pis fermer sayılmırdı. Sonra işləri günü-gündən pozulmağa başladı. Məhkəmə çəkişmələrində xeyli pul uzandan sonra fermaya marağını itirdi. İçkiyə qurşandı. Bütün gününü mətbəxdə Windsor kreslosunda şillənməklə keçirirdi. Qəzet oxuyur, içir, hərdən bir isə Mosesə pivəyə batırılmış çörək qırıntıları yedirirdi. İşçiləri tənbəl və oğru idilər. Tarlaları allaq basmışdı, binaların damı uçulub dağılırdı. Hasarların təmirə ehtiyacı vardı. Heyvanlar çox vaxt yemlənməmiş qalırdılar, ac, susuz. Və sonra iyun ayı gəldi. Ot biçməyin vaxtı idi. İyunun ortalarında bir şənbə günü Mr. Jones Wellingtona yollandı və qırmızı şir meyxanasında o qədər içdi ki, bazar günü günortaya qədər evə qayıda bilmədi. İşçilər səhər inəkləri sağıb dovşan tutmağa getmişdilər. Heyvanları yemləmək heç kəsin yadına düşməmişdi. Evə qayıdan kimi Mr. Jones salondakı divana sərələndi. Üzünü Dünya Yenilikləri qəzeti ilə örtdü və o dəqiqədə yuxuya getdi. Heyvanlara hələ də yem verən olmamışdı. Nəhayət onların səbir kasası daşdı. İnəklərdən biri buynuzu ilə yem anbarının qapısını sındırdı. Dərhal bütün heyvanlar içəri doluşdular. Elə bu zaman Mr. Jones yuxudan oyandı. Bir neçə dəqiqədən sonra o 4 işçisi ilə özünü yem anbarına çatdırdı. Əllərindəki qırmanclar hər tərəfə şaqqıltı salmışdı. Lakin aç heyvanları daha belə şeylərlə qorxutmaq mümkün deyildi. Əvvəlcədən hər hansısa bir plan qurmasalar da, bir nəfər kimi zülmkarların üzərinə atıldılar. Qəfildən Jonesla işçiləri hər tərəfdən təpindiklərinin və buynuzlandıqlarının fərqinə vardılar. Artıq gec idi, vəziyyət nəzarətdən çıxmışdı. Əvvəllər heç vaxt heyvanların belə qudurğan davranışını görməmişdilər. Həmişə istədikləri kimi döyüb alçaltdıqları heyvanlar qəfil qəzəbləri ilə onları elə qorxutmuşdu ki, ağılları başlarından çıxmışdı. Vəziyyəti belə görəndə özlərini müdafiə etmək fikrindən əl çəkib dabanlarına tüpürdülər. Bir neçə dəqiqədən sonra beşi də nəfəslərini güclə dərərək malikanənin ortasından içəridən keçib, böyük yol aparan cığara çıxdılar. Qələbələrindən ruhlanan heyvanlar onları təqib edirdilər. Yataq otağının pəncərəsindən bütün bunları görən Mrs. Jones əlinə düşənləri yol çantasına doldurub arxa qapıdan fermanı tərk etdi. Moses də qanadlarını çırparaq qonduğu budaqdan havaya qalxdı, var səsi ilə qarıldaya-qarıldaya onun ardınca uçdu. Bu arada heyvanlar artıq Mr. Jones'la adamlarını qovub yoldan çıxarmış, malikanənin 5 laylı ağır qapılarını onların arxasınca bağlamışdılar. Beləcə, heyvanlar hələ axıra qədər nə baş verdiyinin fərqində olmadan üsyan qələbə ilə başa çatdırılmışdı. Artıq Jones qovulmuş, malikanə ferması tamamilə özlərinin ixtiyarına keçmişdi. Əvvəlcə heyvanlar taleyin bu qəribə töhdəsinə inana bilmirdilər. İlk işləri insanlardan kiminsə ətrafdan gizlənmədiyini yoxlamaq üçün fermanın sərhədləri boyunca 4 bir tərəfə lohrəm yerişlə vurmaq oldu. Sonra Jones'un nifrətə layiq hakimiyyətinin son nişanələrini məhv etmək məqsədi ilə çaparaq ferma binasına qayıtdılar. Tövlənin yanındakı qoşqu alətləri saxlanan anbarın qapısı sındırıldı. Cilovlar, yüyənlər, boyunduruqlar, Jones'un donuzları və qoçları axtaladığı dəhşətli bıçaqlar çıxarılıb quyuya atıldı. Tapqırlar, üzəngilər, burundaqlar, yəhərlər, insanın heyvan üzərində rahatca ağalıq etmək üçün düşünüb tapdığı bu alçaldıcı əşyalar həyətdə alovlanmaqda olan tonqala töküldü. Qırmançların da aqibəti eyni oldu. Onlar çatırtı ilə yandığını görən heyvanlar sevincdən atılıb düşürdülər. Snowball yarmarka günlərində atların yal quyruğuna bağlanan rəngli lentləri də tonqalatdı. Lentlər insan adlanan məxluqlara aid qeyb ünsürü sayılır, deyə o izahat verdi.
Bütün heyvanlar lüt gəzməlidirlər. Bu sözləri eşidən bokser adətə yayda milçəklərdən və mığmığalardan qorunmaq üçün başına qoyduğu həsir şlyapanı çıxarıb tonqala atdı. Qısa vaxtda fermada Mr. Jones-u xatırladan nə vardısa, hamısı məhv edildi. Sonra Napoleon heyvanları həyətin arxasındakı ambar ərzaqına aparıb, hərəsinə 2 qat yem payı verdi. İtlərin hər birinə isə gündəlik normadan əlavə 2 biskvit verildi. Birlikdə İngiltərə heyvanların mahnısını 7 dəfə əvvəldən axıra kimi oxudular və yatmaq üçün yerlərini rahatlamağa getdilər. Həmin gecə həyatlarında ilk dəfə rahat və səksəkəsiz yatdılar. Heyvanlar həmişəki kimi sübh çağı yuxudan oyandılar. Dərhal dünənki parlaq qələbə yadlarına düşdü. Birlikdə örüşə yollandılar. Otlaq yerinin yaxınlığında təpə vardı. Oradan fermanın ərazisinə gözəl mənzərə açılırdı. Xoş, işıqlı sübh şəfəqləri altında təpəyə qalxıb ətrafa tamaşa etdilər. Bəli, bütün bu ərazi indi özlərinin idi. Ətrafda göz işlədikcə uzanan nə varsa, hamısı onlara məxsus idi. Bu fikirdən vəcib gələn heyvanlar təpənin üstünə dövrə vurmağa, şıllaq atmağa başladılar. Onlar hələ üstündən səhər şəkil çəkilməmiş çəmənlikdə ağnayır, ağızlarını şirəli otla doldurur, dırnaqları ilə yumşaq yerə qazıyır və torpağın sərsəm edici ətrini ləzzətlə sinəsinə çəkirdilər. Sonra lal bir heyranlıq içərisində zəmilərə, otlaqlara, meyvə bağına, nohura və pöhrəliyə baxa-baxa fermanın dörd bir tərəfini dolaşdılar. Elə bil bütün bunları əvvəldən görməmişdilər və indi nə varsa hamısı özlərinin olduğuna inana bilmirdilər. Sonra tikililərin yanına qayıtdılar və nə edəcəklərini bilmədən sakitcə malikanənin açıq qapısı önündə dayandılar. İndi malikanə də onların idi, lakin içəri girməyə sanki ürək etmədilər. Ani tərəddüddən sonra Snowball'la Napoleon çiyinləri ilə qapını itələyib açdılar və heyvanları bir-bir içəri girdilər. Nəyə isə toxunub sındıracaqlarından qorxduqları üçün çox ehtiyatla hərəkət edirdilər. Onlar dırnaqları üstündə otaqdan otağa keçir, heyrətlə ətrafdakı cah-cəlala baxır, səslərini çıxarmağa cəsarət etmədən aramsız udqunurdular. Qut gündən yorğan döşəklər, pərqu balışlar, bürünc çərçivəli güzgülər, yumşaq divanlar, Brüssel xalçaları, Kraliçə Viktoriyanın qonaq otağından asılmış litografiyası, heyvanlar daim fermada yaşasalar da, bütün bunları ilk dəfə görürdülər. Yalnız pilləkənlə aşağı enəndə Mollinin yanlarında olmadığının fərqinə vardılar. Geri qayıdıb onu ən xudmani yataq otağına apardılar. Molly Mrs. Jones'un bəzək stolundan götürdüyü mavi lentlərdən birini çiyninə ataraq səhif görkəmlə heyran-heyran güzgüdəki əksinə tamaşa edirdi. Heyvanlar onu bəlkə məzəmmət elədilər. Sonra birlikdə otaqdan çıxdılar. Mətbəxdə asılmış bir neçə qaxac domuz buduna ehtiyat saxlamaq üçün götürdülər. Bokser təpiyi ilə vurub pivə çəlləyinin qapağını sındırdı. Evdə başqa heç nəyə toxunmadılar. Malikanənin muzey kimi qorunub saxlanması haqqında yekdilliklə qətnamə qəbul olundu. Razılaşdılar ki, heç bir heyvan burada yaşamamalıdır. Birlikdə səhər yeməyi yedilər. Sonra Snowball'la Napoleon yenidən heyvanların hamısını yanlarına çağırdı. Yoldaşlar, deyə Napoleon sözə başladı. Artıq saat 7-nin yarısıdır və bizi uzun bir gün gözləyir. Bugün ot biçiminə başlamalıyıq. Amma əvvəlcə başqa bir mühüm işi yerinə yetirməliyik. Yalnız indi məlum oldu ki, domuzlar son 3 ay ərzində vaxtı ilə Mr. Jones'un uşaqlarına dərs keçilən, sonra da yararsız əşya kimi ambarın bir küncünə atılıb, qalan əlifba kitabından yazıb oxumağı öyrəniblər. Napoleon çuşkalardan birinin içərisinə ağ-qara rənglər olan qutuları göndərdi. Sonra qabağa düşüb hamını fermanın əsas yolun üstündəki 5 laylı darvazanın önünə gətirdi. Burada Snowball, məhz Snowball. Çünki onun xətti hamıncından yaxşı idi. Snowball fırçanı haça dırnaqlarının arasına tutaraq darvazanın üstündəki malikanə firması sözlərini qaraladı və yerinə Heyvanistan yazdı. İndən sonra fermanın yeni adı belə olacaqdı, Heyvanistan. Sonra onlar yenidən əsas binanın yanına qayıtdılar.
Napoleon və Snowballun əmri ilə nərdivan gətirildi və böyük anbarın arxa divarına söykədildi. Onlar heyvanlara izah etdilər ki, yazıb oxumağı öyrəndikləri 3 ay müddətində animalizm təliminin əsaslarını 7 prinsip şəklinə salmağa nail olublar. İndi həmin 7 prinsip anbarın divarına yazılacaq. Bu prinsiplər qanun qüvvəsi qəbul ediləcək və Heyvanistanın bütün sakinləri bundan sonra həmin prinsiplər əsasında yaşayacaqlar. Snowball çətinliklə domuzlar üçün nərdivan üzərində müvazinətini saxlamaq o qədər də asan deyildi. Snowball çətinliklə yuxarı dırmaşıb işə başladı. Bir neçə pillə aşağıda dayanmış çığırğan rəng qutusunu qabaq ayaqları arasında tutmuşdu. Prinsiplər hiss çəkmiş divarlara iri hərflərlə yazılırdı. Onlar azı otur aralıdan oxunmaq mümkün olan 30 metrdən oxuna biləcək şəkildə yazılırdı. Animalizmin əsas tələbləri belə idi. 7 prinsip. 1. 2 ayağı üstə gəzən hər bir canlı düşməndir. 2. 4 ayağı üstə gəzən yaxud uçan hər bir canlı dostdur. 3. Heyvanlar paltar geyinmirlər. 4. Heyvanlar yorğan döşəkdə yatmırlar. 5. Heyvanlar spirtli içki içmirlər. 6. Bir heyvan başqa heyvanı öldürə bilməz və nəhayət 7. Bütün heyvanlar bərabərdirlər. Yazı səliqəli çıxmışdı. Doğrudur, bir yerdə dostdur əvəzinə dusotdur yazılmışdır. Başqa bir yerdə isə C hərfini tərsinə çevirmişdilər. Amma bütünlüklə hər şey aydın, düzgün idi. Prinsipləri hamının anlaması üçün Snowball onları bir ucdan o biri uca oxuyurdu. Heyvanların hamısı razılıq göstərdi və başlarını tərpətməyə başladı. Ən diribaşları isə vaxt itirmədən elə buradaca prinsipləri əzbərləməyə başladılar. İndi isə yoldaşlar, Snowball dırnaqları arasında tutduğu fırçanı tullayıb zil səslə qışqırdı. Hamı ot biçininə. Qoy biçini Johnston və kölələrindən daha tez və itkisiz başa çatdırmaq hamımızın şərəf borcu olsun. Lakin elə bu anda bayaqdan bəri səbirsizliklə ayaqlarını götürüb qoyan 3 inək bəydən böyürməyə başladı. Artıq ikinci gün idi ki, onları sağan yox idi. Yelinləri şişib partlayırdı. Domuzlar azacıq fikirləşəndən sonra vedrə gətizdirib inəkləri kəmali ədəblə sağdılar. Sən demə, domuz dırnaqları bu işə əməlli başlı uyğunlaşdırılıbmış. Tezliklə 5 vedrə buğlanan ağappaq, yağlı inək südü ilə doldu. Heyvanlar çoxu maraqla gözlərini vedrələrə zilləmişdilər. Yaxşı, biz bu südü neyniyəcəyik? Deyə kimsə soruşdu. Jones bəzən onu bir hissəsini bizim yemimizə qatırdı. Deyə toyuqlardan biri dilləndi. İndi süd haqqında düşünmək vaxtı deyil, yoldaşlar, deyə Napoleon irəli çıxıb iri gövdəsi ilə vedrələrin qabağını kəsdi. Südün qayğısına qalan tapılar. Bizim üçün ən vacib məsələ ot biçinidir. Yoldaş Snowball, buradan sizi başa iş üstünə aparacaqlar. Mən də bir neçə dəqiqədən sonra özümü çatdıracağam. İrəli yoldaşlar, ot biçini bizi gözləyir. Heyvanlar çəmənliyə yığılanıb bütün günü ot biçdilər. Axşam fermaya qaydanda isə südün yoxa çıxdığını gördülər. İkinci fəslin sonu.